Neftçinin sabiq prezidenti Sadıq Sadıqov qəfil vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, 61 yaşlı funksioner ötən gün dünyasını dəyişib. Qeyd edək ki, Sadıq Sadıqov 2009-2015-ci illərdə Neftçinin prezidenti olub. Sadıq Sadıqovun prezident olduğu dövrdə Neftçi 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Sadıq Sadıqov son olaraq Neftçi İdman Klubunun idarə heyətinin sədrinin müşaviri vəzifəsini icra edib. Azərbaycan ordusunun təlim və tədris mərkəzinin rəisi Polkovnik Nizami Mövlanova ağır itki üz verib. Belə ki, polkovnikin atası Bəydəmir Mövlanov ötən gün vəfat edib. Mərhum bugün Quba rayonunun Utuq kəndində torpağı tapşırılacaq. Qeyd edək ki, Nizami Məmmədov 2-ci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdən biri olub. Ona müharibədən sonra prezidentin sərəncamı ilə Vətən müharibəsi qəhrəmanı adı verilib.